Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 20 noyabr 2025-ci il. Deməli, mənə tez-tez zəng vururlar. Sakit dəyişmə ilə bağlı dostlar. Yəni, bir pətəkdə 2 ana göstərirlər. Bəzən zəng vururlar, soruşurlar. Bunun mayalanma ehtimalı yoxdur. Bu ana arını götürürlər, ləğv edirlər. Deməyim nədir dostlar? Yəni, əgər arı ailəsində ananın sakit dəyişməsi baş verirsə, mən bir neçə dəfə videolar paylaşmışam. Həmin ailəyə müdaxilə etmək lazım deyil. Çünki arılar özləri yaxşı bilir. Elə şeylər var ki, qanadsız, ayaqsız, qüsürlü, yumurta qoyma qabiliyyəti itir. Yəni, belə halda dəyişirlər. Bəzən elə olur ki, bizim görmədiyimiz bir şeylər var. Onları arılar daha yaxşı bilir. Demək, həmin ailələrdə əgər ana dəyişmə baş veribsə, dəfələrlə demişəm, hər iki ana pətəkdə qalır. O qədər ki, təzə ana mayalanır, qayıdır və ondan sonra yumurta qoymağa başlayır. Sonra ana arını, yəni köhnə ana arını pətəkdən qovurlar, ləğv edirlər, öldürürlər və s. Amma çox vaxt 2 ana arı bir pətəkdə uzun müddət qala bilir dostlar. Yəni, mənim təcrübəmdən, gözümlə gördüyümdən bəzən 2 ay, 3 ay bir yerdə hər iki ana arı yumurta qoyur. Bir çərçivədə bir ana arı, digər çərçivədə digər ana arı. Amma arılar bu 2 ana arının bir-biri ilə qarşılaşmasına imkan yaratmırlar dostlar. Məsələ budur ki, siz nə qədər müdaxilə eləsəz, ana arını bəzən yaz vaxtı ana arını götürürlər, bölmə eləyirlər. Müdaxilələr, ehtiyac yoxdur müdaxilələrə. Demək, indi bu arı ailəsində noyabr ayının əvvəlində mən 2 ana arı görmüşdüm və hər 2 ana arı normal vəziyyətdə. Çalışaram, əgər qalıbsa, hər ikisini sizə göstərərəm dostlar. Demək, baxın, bir çərçivə bütövlü ilə üstü möhürlənmiş sürfələrdir. Aha, bu da ikinci çərçivə, sürfəli çərçivə. Gözəlçəmiz buradadır. Karnika sklenar. Günlük yumurtalar da var, sürfələr də var. Üstü möhürlü sürfələr də var. Bəzən elə olur ki, mənə elə gəlir, ana arı həddindən çox yumurta qoyanda da o arıları nədəsə qane eləmir və çalışırlar onu dəyişməyə. Baxın, belə bir şey mən fikirləşirəm. 2 çərçivə dolu sürfədir və
Yumurta da var hətta. Sadəcə o yeni ana arını tapa bilmirəm. Bundan əvvəl təxminən bir həftə öncə görmüşdüm. Aha, baxın dostlar, axırıncı çərçivənin yanındakı çərçivədədir təzə ana arı. Adətən ədəbiyyatlarda yazılır ki, köhnə ana arını, yəni pətəyin əvvəlki ana arısını arılar axırıncı çərçivəyə sığışdırırlar və təzə ana arı içəri tərəfdə olur. Amma burada isə əksinədir. Qoy görək, bu gözəlçəni sizə göstərə bilirəmmi? Baxın, 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 baxın. Həmin Carnica Sklenarın qızı. Yəni arılar bunu sakit dəyişməklə dəyişiblər dostlar. Baxın, nə gözəl. Qoy bunu biz bağlayaq. Arılar narahat olurlar. Baxın. Demək, sizə göstərdim dostlar. Yəni hər bir arıxanada olur, hər bir arıçıda olur. O baxın, bayaq sizə dediyim o hal ki var. Baxın, burada iki çərçivə üstü bağlı sülfələr var. Noyabr ayının bugün 20-sidir. Yəni təxminən bir 10 gün olar mən bu arıya baxanda burada müşahidə etmişdim. Ona görə bugün məhz gəldim sıfırdan bunu sizə göstərmək üçün. Bura heç bir müdaxiləyə ehtiyac yoxdur dostlar. Yəni arılar doğrusunu seçəcək. Hansı qalmalıdırsa o qalacaq. Əlavə müdaxilələr yalnız arı ailəsinə ziyan gətirir. Ona görə bəzən, yəni mənim təcrübəmdə olub ki, mən bunu sizə deyirəm. Elə hallar olub ki, hətta deyim sizə, noyabr ayında mayalanıb və iki ana arı bir neçə ay bir yerdə çalışıb. Hər iki ana arı yumurta qoyub dostlar. Yəni çox müdaxilələr etməyin. Bəzən qorxurlar, gənclər bilmir, götürüb birini öldürürlər və yaxud fikirləşirlər ki, oktyabr ayıdır, sentyabr ayıdır, noyabr ayıdır, mayalanmaz, mayalanma ehtimalı yoxdur, özündən yeni bir şeylər kəşf edirlər, o anarını oradan ləğv edirlər. Etməyin, müdaxilə etməyin dostlar. Buraxın arıların öz öhdəsinə. Odur ki, və yaxud yaz aylarında belə hallar da olur, yayda da olur. Arıçı, gənc arıçı götürür, bir ana arını bölmə eləyir, o ana arını saxlayır. Yəni o doğru deyil, düzgün deyil dostlar. Arılar bilir nəyi, nə cür, nə zaman etmək lazımdır. Odur ki, sağ olun, özünüzü qoruyun.